Ayaz müəllim, dünyadan getməyə hazırsınız? Yox. Ölümdən qorxuram. Yaşamaq çox maraqlıdır. Çox maraqlı, həyat çox maraqlı. Çox. Heç vaxt. Yemin ki, ölümdən qorxuram, çox qorxuram. Və nə qədər çox yaşasam, o qədər də yaxşı. Ən çox nəyi itirdiyinizə heyfslənirsiniz? Heç nə. Ben normal, yani səhvlərim də olub, hər şey də olub, amma onsuz həyat yoxdur. Əgər siz nədənsə heyflənirsinizsə, deməli siz cəsur deyilsiniz. Bu keçdiyim yoldur. Bəli, bu səhvlər də olmalıydı. Yəni etdiyin hər hansı bir səhvə sahiblənirsən, ona görə peşman deyilsən. Yox. Bu müəyyən bir müsbət nəticələrə gəlir. Məndən sorsaydılar ki, sən istəyərdin təzdən həyatı yaşayasan və müəyyən bu səhvləri eləməyəsən, mən qəti razı olmazdım. Çünki axı nailiyyətlər də olur. Qorxuram ki, yaşa bu nailiyyətlər olmayacaq.